Biz elə bildik ki, hündür hasarlar və illik 16 min manatlıq ödənişlər təhlükəsizliyi satın ala bilər. Amma cəhalət heç bir kassada qəbz vermir. Çantada kitab yox, soyuq metal var idi. Mühafizəçi onu görmədi, çünki biz illərdir uşaqlarımızın ruhundakı qaranlığı görməməzlikdən gəlirik. Bir güllə səsi və illüziya dağıldı. Riyaziyyat düsturları qana boyandı. 27 yaşlı bir ömür, yaxşı oğlan olmaq istəyən bir yeniyetmənin egosuna qurban getdi. Siz uşaqlara mafiya seriallarını izlədib, sonra onlardan alim olmağı gözləyirsiniz. Ekranlardakı saxta qəhrəmanlar reallıqda qatil yetişdirir. Məktəb rəhbərliyi susur, pərdələri çəkir. Amma xalçanın altına sütürülən problemlər bir gün mütləq partlayışla geri qayıdır. 2 il əvvəlki bıçaq bugün tüfəngə çevrildi. İdrak sadəcə bir ad deyil, çatışmayan bir xüsusiyyətdir. İndi deyin, gülləni atan şagirddir, yoxsa onu yaradan cəmiyyət?